Mən Anar Qasımov 4-cü yüksəliş müsabiqəsinin qalibiyəm. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində Strateji İnkişaf Departamentinin müdiri vəzifəsindəyəm. Mən rəqabəti sevirəm və peşəkar fəaliyyətimdə daim performans yarışmasında irəlidə olmağa çalışmışam. İdarəçi menecer olduqdan sonra isə öz komandamın ən yaxşılarından olmasını səy göstərmişəm. İdarəçilər arasında yüksəliş müsabiqəsinin keçirildiyini eşitdikdə və qaliblər üçün mentorluq, şəbəkələşmə, fərdi inkişafa dəstək kimi üstünlüklərin təqdim edildiyini eşitdikdə çox həvəslə yarışmaya qatıldım və gərgin rəqabət şəraitində keçirilən bu müsabiqədə nəticədə qaliblərdən oldum. Yüksəliş yeni dostluq platformasıdır. Bu fikirlə nə qədər razısınız? Müsabiqədən sonra yeni dostlar qazandınızmı? Müsabiqə keçiriləndə həm yarımfinal mərhələsində, həm final mərhələsində xeyli sayda yeni tanışlıqlar qazandım, yeni dostluqlar qazandım və bu günə kimi də həmin dostlarla, tanışlarla həm işlə əlaqədar olaraq, həm də qeyri-rəsmi formatlarda əlaqələrimiz davam eləyir. Hətta mən bu yarımfinal və finallarda yeni tanışlıqlarla yanaşı gələcəkdə öz komandamı kimi cəlb edə bilərəm deyə qiymətləndirirdim. Yəni orada xeyli sayda potensiallı, bilikli, bacarıqlı, canlı CV-lər var idi, belə deyim. Çox maraqlı sualdır həqiqətən. Sizin müsabiqədəki performansınızı filmə çəksəydilər, hansı janrda olardı və sizi hansı aktyor canlandırardı? Mən bu müsabiqədə, xüsusilə də yarımfinal, final mərhələsində çox enerji sərf elədim. Digər iştirakçılar həqiqətən də çox güclü iştirakçılar idi, gənc iştirakçılar idi və onlarla ayaqlaşmaq üçün həqiqətən çox hazırlaşırdım fiziki cəhətdən də. Səhər durmaq, axşama qədər o bütün yarışmalarda, müsabiqələrdə iştirak etmək və filmə çəksək də yəqin ki, bu idmanla bağlı, idman bir film olardı. Məşhur Rocky Balboa haqqında film var və məni də yəqin ki, Sylvester Stallone canlandırardı.